Salam dostlar, bugün yine Qəbələnin Vandan kəndinin çay qırağına düşmüşük. Belə bir gözəl mənzərə ilə rastlaşmışıq. Çox gözəl bir mənzərədir. Düzdür, çay olaraq biraz balaca çay olsa da, yəni bəlkə də qolları ayrılıb, ona görə balaca görsənir. Biraz böyüksə eləsə, birləşsə, yəni çox da fazla görsənməz, amma mənzərə olaraq çox gözəl mənzərədir. Dağlar elə ki, bax elə əhatə olunub çay qırağı gelinəm harasa. Buradan da bax belə gedir. Burada bir gözəl bir mənzərə var. Elə bir ki, bax 3 dənə dağ elə bir ki, sanki çiyin-çiyinə verir. Elə bir sanki çiyin-çiyinə verir. Yox, belə. Daha yeşil, böyüksün. Çox böyüksün. Güzel mənzərədir. Burada güzel bir denizədir. Bak burada sıldırım qayasını görürük. Üç tane dağın arasında bak sıldırım. Bulut bari dağdan aşağı düşürüyor. Azərbaycanımızın hər yeri, hər yer burada gözəldir. Hara gitsən biri gözəl, dağı gözəl, alanı gözəl, hamısı gözəl. Sadəcə dövlətimizin, millətimizin, torpağımızın qədrini bilməliyik. Belə yerləri dəyərləndirib paylaşmalıyıq. Ki, qoy görsünlər, bütün dünya görsün ki, belə gözəl yerlərimiz var. İnsanlar gəlirlər burada çayın qırağında, istavada ayaqlarını suya qoyurlar. Biraz keyfin dadını çıxartırlar. Bak bu mənzərə çox gözəl mənzərədir, təkrar çəkilən. İki dağın arasında oraya gedir, sonra bir suldurma başlayır. Bayaq dağ görsənirdi, İndi bulut bilir ki gəldi deyə buludun üstündəki dağ var. Bulud aşağıda. İndi buludların səsi görsənir. Görürsünüz.